Assalamu aleykum dostlarım, necəsiz, keyfiniz, halınız, əhvalınız necədir? Ümid edirəm yaxşısınız. Dostlarım, bu günlərim sizə yeni gələn etkinlikləri sizə göstərəcəm. Nə gələcək, qabağımızdakı aylarda, günlərdə hansı etkinlikləri gözləməlisiniz, bunları deyəcəm. Gəlin keçək videoya. Dostlarım, ilk olaraq belə bir ifadəmiz gələcək. Bunu onsuz da yəqin ki, çoxunuz görübsünüz. Qabaqcadan bir çox hesabın istək listəsində yəqin ki, görübsünüz. Bu ifadəmiz yaxınlıqda gələcək və Squid Game-in Free Fire-la razılaşmasında gözləyirik ki, gəlsin. Təxminən gələn ay və yaxud bu güncəlləmədə elə gəlmə ehtimalı var. Ondan sonra dostlarım, belə bir paltarımız var. Pis deyil, orta paltarda, amma yəqin ki, çox adam almaz. Və belə bir paltarımız var. Bu həqiqətən məncə qəşəngdir. Yəni maskası olsun, saçı olsun, koftası olsun falan. Bir çox içerik üreticisi yəqin ki, bunu alar videolarda falan işlətmək üçün. Qız paltarı da belədir gördüyüm. Dostlarım, burada qısa bir momentlik videomu bölmək istəyirəm. Dostlarım, əgər Free Fire, Elmas və ya digər oyunlara balansınızı artırmaq istəyirsinizsə, FreeShop sizin üçün möhtəşəm bir hizmət göstərir. Tək bundan da qalmır. Forma düzəltdirmək istəyirsinizsə və yayıncılara donat yollayıb, hətta hesabınızı satmaq istəyirsinizsə, bunu da FreeShopdan edə bilərsiniz. Çox uzatmaq istəmirəm. Gəlin keçək videoya. Gördüyünüz kimi qız paltarı da qızlar tərəfindən sevilər yəqin ki, qəşəngdir. Və belə bir buzumuz var dostlarım. Buz da pis deyil, qəşəngdir. Yəni hesabda almağa dəyər. Palanı indi kim alar, kim almaz bilmirəm. Şəxsən mən pala gələndə çox önəm vermirəm, amma palamız da belədir. Ondan sonra uşaqlar, belə bir yumruğumuz var. İndi tam deyənmərəm necə gələcək. Çünki aşağıda o göstərilən digər hədiyyə sumka bizim serverə başqa cür gəldi. Motosikletlə gəldi. Bu yumruq yenə bu formada gələrmi bilmirəm. Amma yeni yumruğumuz budur. Sadə yumruqdur, yəni alına biləcək bir yumruq deyil. Sonra uşaqlar, belə bir Moko mağazamız var gördüyünüz kimi. 2 dənə yumruq, 2 dənə kostyum, 2 dənə silah deseni var. İndi aralarından birini seçməlisiniz. Bu mağazada yəqin ki, belə bizim serverə gələcək eyni formada. Ondan sonra dostlarım, belə bir VSS-imiz var. Bayaq ikinci göstərdiyim o aslan paltarı ilə yəqin ki, bu gələcək. Yanında da bir pet deseni var, səhv etmirəmsə, gördüyünüz kimi. Pet qəşəngdir bu arada, həqiqətən çox qəşəngdir pet. Peti mən alacağım. Sonra gəlir bizim ifadəmiz, qırmızı ifadədir, dörtlü takım ifadəsi uşaqlar. Belədir, yəni aham şaham bir ifadə deyil, amma idarə eləyər. Sonra belə bir tırpanımız var uşaqlar. Sadə, sarı, qəşəng bir tırpandır. Yəni, belə. Və uşaqlar, çoxunun gözlədiyi Vadalaska oyuna bildiyiniz kimi 1 ildən bir, 2 ildən bir təkrar gəlir. Yenə gələcək və bu dəfə yanında fərqli bir Vadalaska da gətirəcək. Bu ağ Vadalaska da hamının bildiyi. Belə bir qara Vadalaska da gələcək yanlarında. Qəşəngdir, yəni fikrimcə qəşəngdir. Düzdür, trend olmaz, amma qəşəngdir. Uşaqlar, gördüyünüz kimi Squid Game-in paltarı bunlardır. Bunlar gələcək fikrimcə. İndi bilmirəm, bizim serverə də yəqin ki, gələr. Yəni niyə gəlməsin? Paltar budur. Paltarı alanda içində maska falan filan bunlar da gəlir. Profil şəkilindən tutmuş maskasına hamısı gəlir. Ondan sonra yanında belə bir göy paltardan gələcək. 456. Yəqin ki, baxanlar bilir onsuz Udanın şeyi. Sonra uşaqlar, belə o yeşil ışıq, kırmızı ışıq deyən qız var ya, onu gətirəcəklər. Mistik mağazaya gətirəcəklər bunu da. Gördüyünüz kimi. Mistik mağazamızda tək bu yox. Yəni, tək bunun olması mənasız olardı. Bu paltar da gələcək uşaqlar. Bu paltar səhv etmirəmsə bir dəfə və ya 2 dəfə gəlib oyuna. Sonra da marketə daxil elədilər. Marketdə satılır. Bu ifadəmiz gələcək uşaqlar. Bu deyəsən yeni ildə falan filan gəlmişdi və təzədən gətirirlər. Mən o vaxt almamışdım, çünki bilirdim ki, təzədən bu ifadəni oyuna gətirərlər və gətirdilər də. Ondan sonra gəlir dostlarım, buradan buzlarımız var. Belə bir buz var. Sonra ikinci olaraq bir dənə də belə bir buz var.
Başqa buradan baxaq görək ad dəyişdirmə falan filan. Baxaq. Bir də katana var burada. Katana ilə maska var. Katana ilə maskaya baxaq bir dənə. Maskamız uşaqlar açılsın bir dənə. Katanamız uşaqlar bu formadadır. Qəşəngdir, pis deyil. Göy katana. Maskamız da belədir. Hesabında katana ilə maska olmayanlar ala bilər. Mən şəxsən almayacağam. Sonra buradan keçək o biri tərəfə, o birisi yerə. Yenə 10 elmasdan açılır. Baxsaq burada uşaqlar Squid Game'in buzu var. Normal buzdur. Götürüblər ortasına qızı qoyublar. Amma pis deyil, qəşəngdir. Alınar. Sonra bu paltar var uşaqlar. Bu paltarın dəyərini az adam bilər. Amma qəşəngdir. Bu da gələcək. Marketdə 1200 elmasa satılan paltarları burada 150-200 elmasa alasınız. Yəni çox qəşəng endirimdir da bu. Dostlarım, etkinliklərimiz bu qədər idi. Belə daha çox etkinlik videosunun gəlməyini istəyirsinizsə videomuza like atıb abunə olmağı yaddan çıxartmayın. Takip eləyin bizi. Belə videoların davamı yenə gələcək. Öpürəm hamınızı. Salamat qalın.